Salam, hər vaxtınız xeyir olsun dostlar. Bu günləri mart ayının 20-si ölkəmizdə Novruz bayramı keçirilir. Ümumiyyətlə 20-21-i ölkəmizdə Novruz bayramı qeyd olunur. Mən də fürsətdən istifadə edərək başta prezidentimiz və vitse-prezidentimiz olmaqla, onun ailəsi olmaqla ölkəmizdə və ölkəmizdən kənarda yaşayan Azərbaycan xalqımızı, bir millət, iki dövlət olan qardaş ölkəmiz olan türk xalqlarımızın, dövlətlərimiz başda olmaqla hər işimizin, millətimizin hər birinə bayramını təbrik edirəm. Can sağlığı, ruzi bərəkətli olsun. 100 yaşayın, düz yaşayın. Xalqınızın üzərindən əksi olmayın. Millətinizin, doğmalarının üzərindən əksi olmayın. Terrorsuz, müharibəsiz. Ermənistan yenə baş qaldırır, yenə müharibə eləmək istəyir. Amma dövlətimizin dəmir yumruğunu yaddan çıxartmasın. Bu səfər Yerevandan o yana gedəsiniz. Amerika, Rusiya, İran, gedəsiniz Fransiya, sizi qızışdıran, sizi yelləyən ölkələrə tərəf. Sizə tirkirka verən, sizin arxanızda durub həvədarlıq edən ölkələrə tərəf gedəsiniz. Ağıllı olun. Ağıllı. Ümumiyyətlə Paşinyan utanmır ki, Paşinyan bu 44 günlük ərzində onun neçə dənə valideynlər göz yaşlı qaldı, uşaqlar, atalar, analar göz yaşlı qaldı, uşaqlar, körpələr göz yaşlı qaldı, doğmalar göz yaşlı qaldı. Bəs eləmir onun üçün. Sən Azərbaycana qalib gələnsən, şərəfin, qeyrətin olsun. Sənin başına dəmir yumruğu vuracaqlar, yerlə yetirəməzsən. Sadəcə səni qıdışdırır Amerikası, Rusiyası, Fransiyası, İranı. Səni qıdışdırıb ortaya salıb. Ağıllı olun. Ümumiyyətlə bayramı keçiririk. Mən də gördüyünüz kimi öz yaxınlarımla qıraq adamlar yoxdur. Yəni qabaqlar qonaqpərvər oldu. Bayramı keçirirlər, gediş-gəlişdi, hər birinin səni papaq atırdı. İndi o unutqanlıq olub. O adət-ənənələr aradan götürülüb. Mənim atam 44 günlük müharibəmiz, qələbəmiz gedən vaxt 61 yaşında dünyasını dəyişdi. Şirman verir, Şiroğlu. Yaxşılıq eləyən insan olub. Üzdə olub, gündəmdə olub. Yəni iş adamı olub. Amma gördüm ki, boş şeylərdir. Ata ümumiyyətlə deyirlər uşaq anadan yetim qalır, atadan yetim qalmır. Allah heç bir uşağı yetim qoymaz, siz valideyniniz etməsə heç bir uşağı. Amma oğlan uşağı atadan yetim qalır. Mən uşaq deyirəm, gördüm ki, boş şeylərdir. Ona görə də ağsaqqallıq eləyirsinizsə tövsiyəm budur sizə bir. Tövsiyəm budur. Ağsaqqallıq eləyəndə öz ailə uşağınızı yığın başınıza, ailə uşağınıza xeyir işlərdə, bayramlarınızı, şənliklərinizi, toyunuzu, bayramınızı, öz ailə uşağınızı düzəldin, yığın başınıza. Qıraq adam lazım deyil. Bilmirlər, hamı unutqandır. Hər şeyi unudurlar. Yaxşılıq bilmirlər, kürəyə deyil üstündədir. Ümumiyyətlə, boş şeylərdir valla. Qohum əqrabiyə əl tutmayın. Ağsaqqal eləmək istəyirsən, ağbəkəli eləmək istəyirsənsə, böyüklü eləmək istəyirsənsə, böyüklü iddiasına düşürsənsə, öz ailə uşağını yığ başına. Başa işin qırağı lazım deyil. Qıraq sənə yaxşılığını bilmir. Ölən kimi, rəhməti gedən kimi sənə baş çəkmir. Ailə uşağına, yaxınlarına baş çəkmir. Övladlarına baş çəkmir. Ona görə boş şeylərdir. İnsanlar unutqanıb. İnsanlar keçidə vəhşiləşir, üzr istəyirəm ifadəmə görə. Azğınlaşır. Ona görə də heç kimə böyüklük, axsaqqallıq eləməyin. Eləmək istəyirsiniz, öz ailə uşağınızı eləyin. Sağ olun, var olun. Allah təala can sağlığı versin. Bir daha Novruz bayramını təbrik edirəm. Ermənistana da ağıl versin, düşüncə versin Paşinyana. Biraz otursun, düşünsün. Vicdanla, qeyrətlə düşünsün. Azərbaycan xalqı çörək verib Ermənistana. Həmişə Ermənistana dəstək olub. Qonaqpərvərlik eləyib. Yığışsın bu müharibə iddiasından. Gəlsin sülh masasına. Sülh masasına əyləşsin. Qol çəksin sülhə. Amerika tirkalayır, Rusiya tirkalayır, Fransiya, İran tirkalayır, Ermənistan da qızışır, düşür ortaya. Hindistan da silah verir. Hindistanın musiqilərini, filmlərini, biz incəsənətini Azərbaycanda qulaq asırıq sevə-sevə. Hindistan ölkəsində, Hind ölkəsində. Amma Hindistan ölkəsi Ermənistana silah verir. Ayıb olsun, Allahdan qorxun. Allah bəlanızı verər. Sağ olun, var olun.